Ramazan ayı ərəfəsində, bahar bayramı ərəfəsində əvəzsiz bir hədiyədir həmin üçün. Burada söhbət təkcə hansısa yardımın verilməyindən getmir. İnsanların ümid çırağıdır. Allah prezidentimizi korusun. Alicab baş komandirimiz, Allah prezidentimizi korusun. Azerbaycan'ın İmişli rayonunda Salih müəllimi korusun. Salih müəllim 3 ay deyil, 3 ay tamam deyil. Millete produkt verir, millete yardım edir, milletin hizmetinde dayanır. Arkasında durur. Allah onu korusun. Noruz bayramı, Perşembe bayramı mübarek olsun. Ramazan bayramı. Ramazan bayramı, bu aziz gün Ramazan bayramı. Ona kömək olsun. Amin. Millətimiz ona həmişə dua eləməlidir. Qayğısına görə minnətdarlığını etməlidir. Sağ olsun, İmişli rayonunda Salih müəllim kimi oğulları var olsun, sağ olsun. Əziz Salih müəllim, sənə həmişə borçlu yox, sənə həmişə duaçı yox. Sən gözəl insansan. Sənin kimi oğlanları Allah saxlasın. Ən başda da sizi. Sağ olun, sağ olun. Bayram günü. Allah Teala Salih müəllimi böyük dəstəyə qismət eylesin. Amin. Allah Teala səni sevindirsin, vurdu çöre getirsin. Allah başınızdan görsün.